Novruz ölkəmizdə hər il böyük təmtəraqla qeyd edilən və ən sevilən bayramlardan biridir. Bir sıra şərq xalqları, eləcə də biz Azərbaycanlılar hələ qədim zamanlardan bəri Novruzda yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edir, şənliklər təşkil edirik. Yazın isti nəfəsinin duyulduğu Novruzu yadda qalan edən bu günlərdə keçirilən el şənlikləri ilə yanaşı, bayrama aid olan adət-ənənələr və əlbəttə ki, özünə məxsus personajlardır. Amma son zamanlar Novruz bayramında icra olunan bir sıra mərasimlərə, eləcə də Kosa, Keçəl və Bahar qızı personajlarına münasibət birmənalı deyil. Bəziləri hesab edir ki, məzəli hərəkətləri, zarafatları ilə cəmaatı əyləndirən Kosa və Keçəlin davranışı o qədər də xoşa gələn deyil. Kosa, Keçəl də hədiyyə verməlidir, Şaxta baba kimi əslində qarşılıqlı olmalıdır. Biz hədiyyə veririksə, o da hədiyyə verməlidir. Novruz bayramı adət-ənənələrinə görə əslində bu da əlavə olmalıdır ki, Kosa, Keçəl də hədiyyə versin bizə də. Qarşılıqlı hədiyyələr gözləyirik bizdə. Kosanı biraz mənfi obraz kimi görürəm, daha çox. Bilmirəm niyə. Belə uşaqlıqdan mənfi kimi gəlir mənə həmişə. Keçəl? Keçəl neytral, çox neytraldır. Səbəbi nədir? Bilmirəm, yəni uşaqlıqdan belə bir şey kimi gəlir mənə. Qıcıq yaradır. Qıcıq yaradır, bəli ki, biraz qıcıq yaradır. Kapitalizmə uyğunlaşdırılıb. İndi əvvəllər xalq arasında olurdu. İndi hansısa insanlar sırf, məsəl üçün belə deyim, obraz, kostyumları ilə keçimlərini saxlayan insanlardır ki, onu da hardasa başa düşmək olar ki, belə deyək, kapitalizmə uyğunlaşmış bir formadır. Gələk Bahar qızı obrazına. Bir çox insan bu personajı Sovet dövründə, daha dəqiq 1967-ci ildən sonra Yeni il şənliyindəki Qar qızın prototipi olaraq yaradılmış qondarma obraz hesab edir. Təbii ki, bu obrazları sevənlər daha çoxdur. Novruzda qınanılan adətlərdən biri də papaq atmaq, yaxud qapı pusmaqdır. Müasirlərimiz isə papağın torba ilə əvəzlənməsinin tərəfdarıdır. Torba atılmalıdır əslində. Papaq atılmalı mən də düz baxmıram, düzgün deyil. Əslində torba atılmalıdır. Qulaq pusmaq deyirlər buna. Xüsusən də mən buna bir əyləncəli bir bayram, elə bil ki, Novruz bayramını bir əyləncəli bir tərəfi kimi baxıram. Yəni cavanlar üçün bir əyləncə mənbəyi. Yəni burada belə, yəni xalqın adət, yəni nə bilim əsrlərdən keçib gəlmiş bir adətdir. Hələ ki yaşayır. Milli dəyərlərimizdən gəlibdir ki, papağı yerə atmaq olmaz, amma heç bir mənası yoxdur onun. Yəni mən belə baxdım ki, heç bir mənası yoxdur. Ya torba oldu, ya papaq oldu. İndi torbaya ona görə keçirlər ki, torba daha biraz böyük gəlir, buna üstünlük verirlər, amma papaq da həmən bir şeydir. Yəni qoyursan, yəni namusla heç bir ilə başa düşürəm ki, əlaqəsi yoxdur. Mənim özüm yadımda gəlir kətdə analarımız, nənələrimiz bizə parçadan bir papaqlar tikirdilər. Yəni onu biz başımıza qoymurduq. Ha, papaq idi, ancaq başımıza qoymurduq. O papaqları biz aparıb atırdıq və təsadüf hallarda heç kim mənə elə gəlir ki, başındakı papağı götürüb ora atmırdı. Ona görə də mənim üçün elə bir fərq yoxdur. Sadəcə olaraq bu yaxşı adət-ənənəni qorumaq lazımdır, saxlamaq lazımdır. Həmişə papağı görmüşük də, gözümüzü açıb papağı görmüşük həmişə, yəni köhnələrdən. Düzdürmü papağı yerə atmaq? Yox, yerə atmaq yox, asmaq olar. İstənilən halda Novruz bayramının Azərbaycan xalqının tarixində və mədəniyyətində özünə məxsus yeri var. Bəs bir sıra Novruz adətlərinin və personajlarının bayram abu-havasına, milli düşüncəyə və mentalitetimizə uyğun gəlmədiyini iddia edənlər nə dərəcədə haqlıdırlar? Qapı pusma, torba atma, üzük falı kimi Novruz adətləri dövrümüzlə nə dərəcədə səsləşir? Bugün sabahı saxlamadan mövzu ilə bağlı bir sıra suallara aydınlıq gətirməyə çalışacağıq.